Ürək sağlamlığına zərərli qidalar ürək-damar xəstəlikləri riskini artırır. Eyni zamanda yüksək qan təzyiqi kimi bir çox problemə səbəb ola bilər. Buna görə də hazırda istifadə edilən bəzi qidalar və içkilər ürək sağlamlığı üçün xüsusilə təhlükəlidir. Bəs ürək üçün zərərli qidalar hansılardır? Bu videomuzda 5 belə qida barədə ətraflı danışacağıq. Bundan öncə isə 2 saniyənizi ayırıb kanala abunə olub, videomu bəyənməyinizi və bildirişləri aktiv etməyinizi xahiş edirəm. Beləcə paylaşılan bütün faydalı və maraqlı məlumatlardan dərhal xəbərdar olacaqsınız. Ürək sağlığına zərərli qidalar bunlardır. 1. İşlənmiş ət və qırmızı ət. Kolbasa kimi işlənmiş ət məhsullarının az yağlı olanlarına üstünlük versəniz də, onun tərkibində sodium nitrat var. Bu xroniki iltihab damar tıxanmasına səbəb ola bilər. Qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri riskini artırır. Lakin bitki mənşəli qidalar protein tərkibli olduğundan ürək sağlığını qoruyur. 2. Süfrə duzu. Gündəlik duz ehtiyacımızın %85%-ni istehlak etdiyimiz qidalar hesabına əldə edirik. Qalan %15-ini tənzimləmək isə öz əlimizdədir. Bu səbəblə də yediyimiz yeməklərdə ehtiyacımız olan qədər duz qəbul etsək, sağlamlığımızı risk altında qoymarıq. Hətta bəzi insanlar yeməyin dadına belə baxmadan ona duz əlavə edir. Belə insanlar isə mütləq bu vərdişlərini unutmalıdırlar. 3. Qızardılmış yeməklər. Qızardılmış yeməklər sağlamlıq üçün olduqca təhlükəlidir. Bu yeməklərdən mütəmadi istifadə edənlərin ürək-damar xəstəliyindən ölmə riski daha yüksəkdir. Belə yeməklər təkrar eyni yağda bişdiyindən orqanizmdəki xolesterolu artırır. 4. Xəmir xörəkləri və şirniyyatlar. Şirniyyatlar və digər xəmir xörəkləri yalnız yağ, şəkər və ağ un ehtiva etmir. Həm də təkrar istifadə edilən yağların orqanizmə daxil olmasına səbəb olur. Bu yağlar da öz növbəsində ölümcül xəstəliklərə yol açır. 5. Spirtli içkilər. Xüsusilə yüksək qan təzyiqi xəstələrinin spirtli içki qəbul etməsi ürək xəstəliyi riskini artırır. Bundan əlavə, yüksək kalorili içkilər kökəlməyə səbəb olur və artıq çəki də ürək xəstəliklərinin əsas səbəblərindən biridir. Belə hörmətli izləyicilər, daha bir faydalı videonun sonuna gəldik. Növbəti videonun mövzusu nə olsun? Rəy istəklərinizi qeyd etməyi unutmayın.